Ey mənim Mövlam, arzularım necə də böyük, əməllərim necə də pisdir. Mənə arzularım qədər böyük miqdarda əffindən əta et və pis əməllərimə görə məni cəzalandırma. Həqiqətən sənin kərəmin günahkarları cəzalandırmaqdan daha uca, həlim və yumşaqlığın isə müqəssirlərlə haqq hesab çəkməkdən daha böyükdür. Ey mənim Mövlam, sənin lütf və kərəminə sığınır, səndən sənə doğru qaçır və sənə qarşı yaxşı gümanda olanları bağışlayacağına dair verdiyim vədini həyata keçirməyini istəyirəm. İlahi, sənin müqabilində mən kiməm ki? Və mənim nə dəyərim var ki? Lütf və rəhmətindən mənə əta et. Əffinlə mənə minnət qoy.